Herkese selam uşaqlar. Kanalıma videoma xoş gəlmisiniz. Bugün sizlər üçün bazar günü vlogu çəkirəm. Nasılsınız? Hələ ayıla bilməmişəm. Saat Saat 2'nin yarısıdır. 12:28'dir. Duraq, əl üzümüzü yuyaq, yemeğimizi yiyək. Biz hareket edeceğiz bugün. Təzə bildiğiniz kimi bu vapur açılıb. Türklərin vapuru bizim mirvari deyirlər, nə deyirlər? Əvvəllər var idi, uşaq vaxtı minirdi, sonra bağlamışlar, sonra yenidən açdılar. Düşünürəm ki, bu vlog ona gedib minək. Yəni bu vlogu da bir yerdəyik. Belə günlük vlog çəkirəm və siz mənim günlük vloglarımı çox sevirsiniz. Haydi o zaman yavaşdan duraq, başlayaq hazırlaşmağa. Ay, sonunda qalxmağı bildim. Mən bu burun əməliyyatı, mən bu yatırıq burun əməliyyatından sonra bağlaşdım. Ən əsəb eləyən məqam baxım budur. Bu saçların belə qalmağı. Normal olaraq bağlaşdı, biraz belə başını belə qoyub yatırsan və saçın bu günə qalır. Gələ indi başımın burasını bir daha düşünüyorum ki, bu halda yəni işarə çıxarmalarda. Bu nədir burada belə? Neyse, əl üzümüzü falan yuyaq. Spreyimizi falan vuraq, ondan sonra gedək yemeğimizi yiyək. Bugün qəşəng hazırlaşmaq istəyirəm uşaqlar, qəşəng giyinmək istəyirəm. Və yəqin ki, yerli brendimin yeni PNC modeli giyinəcəm, Franxatının. Onu düşünürəm giyinmək. Görüm, onu geyinmişdən öncə bir kombinləmi eləyəsəm, o çəhrayıda onun adını siz deyin. Kənarındakı qalstukda onun içine tamamilə zid bir renk köynəklə kombinləmək istəyirəm onu. Nə bilim, yaşıl ola bilər, çəhrayının tonlarından ola bilər. Görüm, əgər bir gün ürəyimizdən bir kombinləmə eləyə bilsəm, okey. Buradan qəşəng olub mənim uşaqlar. Mən də çox bəyənirəm, həqiqətən. Love you, Natiq doktorum. Hələ çox şişdi uşaqlar, burnum bayağı bir şişdi, amma çok qəşəngdir, maşallah, maşallah. Göz değməsən, bura bir tane nazar boncukları böyle kocaman. Evet, let's go. Biz başlatıram, saçımızı həll edək. Gedək yeməğimizi yiyək. Başımın burasını tuttum suyun altına. İndi tez uyuyaq, görək. Sonra gəlir. Very good. Saçımızı da düzəltdik. Neyse, gedək yemək yiyək. Yes uşaqlar. Gəldik, indi isə səhər yeməyimizi yeməyə. Mənim əvvəlki izləyicilərim %100 bilir ki, Nihat nə eləməyi sevməz, səhər yeməkləri yeməyi sevmir. Yəni mən çox səhər yeməyi sevən biri deyiləm, amma indi belə bir şey eləyəcəm. Çay içəcəm, bir də tostun içində özümə qutab qızdırmaq istəyirəm. Sanki bir günorta yeməyi ilə səhər yeməyini belə miksi. Ne səhər yeməyi küsür, nə günorta. Oteliyim burada. Ay, sağ ol. Nə qəşəng oturdunuz. Xoşum gəldi. Sizdən uzaq düşməyim məndən. Dəmimiz var. Kasoy Nihat tökdü. Baxın, gözləyin. Dəmimiz var deyib də şah əsər yaradan Nihat. Gözlüm bunu silək. Təzədən oturun burada. Bir də çayın qulpu girir ağzınıza. Çaylıqımızı qızdıraq. Tost makinemizi çıxardaq. Very good. Bunu da necə eləyək? Bunu belə qəşəng buradan belə qatdalayaq. Bunu belə qatdalayaq. Tost makinesini atılım. Anamın deyimi ilə nə deyir dayalığına bu? Karşok. Nədim açdım. Anamın deyimi ilə karşok, mənim deyimi ilə stəkan. Çünki bu stəkan mənim uzun boydadır uşaqlar, yəni bildiyiniz uzun boydadır, baxın. Biraz dirəşsəm üzümü tam kaplayar, o dərəcədə. Amma mən böyük stəkanlarda çay içməyi çox seviyorum, like it. Ay Allah! Kasoyam hemen! İnsan nə qədər başdan xarab ola bilər ki, yerə töksün bu çay bura. Neyse, sakiniz arkadaşlar. İnşallah artık bu sefer tökmemi ümidiyle. Çok şükür ya Rabbim, bunu artık biz başardık. Ölmedi bu. İndi başka bir şey töktüm.
Sesini çıkarmayın, sesini çıkarmayın. Uşaqlar, gəldim qonaq otağına, qəzetə mağazini açmışam. İndi bunları tıxa-tıxa baxıram televizora. Hər uşaqlar, yeməyimizi yedik, gəldik. İndi başlayaq lokumuzu hazırlamağa. Gözünü görüm, mən belə keçərləşdirəm. Bu dediyim kimi öz pencəyimi kombinləmək istəyirəm. O da görüm, ürəyim istəyincə bir şey eləsəm, bunu giyinəcəm. Plus da bunun TikTok'un videosunu çəkməliyəm. Canım brendim pencəyi sizə göstərim, belə baxın. Buna indi görək nə edirik. Uşaqlar, bir dənə kombin elədim ki, möhtəşəmdir, yəni möhtəşəm. O qədər bəyəndim. Buna baxın. Deməli, bu çəhrayıdır zaten. Bu çəhrayının tonlarından bir dənə köynəyə giyindim. Altıma da bu şalvarı və arxasında bunun belə bir eşofman tarzı bir şeydir. Çox qəşəng qaldı da. Çox bəyəndim, çox. Böyle zor görsəldi. Hemen bunun TikTok'un hazırlanma videosunu çəkirəm. Tamam, hemen onu çəkirəm, uşaqlar gəlirəm, devam edirik vlogunuza. Uşaqlar, videonu çəkdim, bitirdim. Çox qəşəng bir video alındı. İndi isə hemen onu montaj edib paylaşacağım TikTok'da və Instagram'da. Ona görə hemen onu montaj edib gəlirəm. Onu tez bir zamanda montaj edeyim, qəşəng paylaşım TikTok'a. Uşaqlar, kombinimi bir daha sizə belə də göstəreyim. Çox qəşəng bir kombin olub, həqiqətən. Evdən çıxdım bu arada mən. Gedirik bulvara. Hadi bakalım. Bulvar üçün bir şəhərdəkilərimiz bir kombin görsün be. Bir kombin nedir bir başa düşsünlər, bilsinlər, öyrənsinlər. Telefonumu da tutmuşam əlimdə. Gedirik, deməli, o sizə bayaq bəhs elədiyim yerə. Ora deməli Mor Vağzalda yerləşir. Mor Vağzalın arxasında da, yəni bu Portbak falan, Krizantmalı falan çatmamış Mor Vağzal var. Oradan minəcəyik inşallah bax bura. Tək xəyalım inşallah o Türkiyənin effektini vermək. Çox inanmıram sözdə açığı. Amma həqiqətən Türkiyənin vapuru çox özləmişəm. İnşallah Allah nəsib eləsə bu yay gedərik və birlikdə də bayağı bir vloglar çəkərik. Uşaqlar, biz gəldik ki, kassadan biletimizi alaq. Sadəcə olaraq hava şəraitinə görə gəmi işləmir. Yəni anlamıram bu dənizin nəyi küləklidir. O boyda Türkiyədə külək hara vurur, qaldırır dəniz səviyyəsini. Heç yəni vapurlar daima işləyir. Düzdür, indi orada bu məsəl üçün əyləncə məqsədi ilə, dənizi daha yaxından tanış olma məqsədi ilə indi düzəldilib. O artıq necə deyirlər, avtobus kimi, taksi kimi bir ulaşım aracıdır. Amma yəni də yenə də yəni məncə şey eləmək olardı. Yəni belə güclü bir külək yoxdur. Nəysə, indi oturmuşuq, fikirləşirik ki, biz nə edə bilərik? Yəni bunun adı ilə çıxmışdıq bayrağa, amma indi heç bir aktivite axtarıq, görək nə edəyək. Görək, indi hələ ki fikirləşirik. Uşaqlar, indi girdik Krizanta. Görək nə edəyik, qalxaq 5-ci mərtəbəyə bir aktivite falan tapaq. Mən nəsə bugün nəsə bir şey eləmək istəyirəm, maraqlı bir şey. O da ki, sağ olsun. Küləyə görə, inans uşaqlar, deməli, aradan keçdi Krizanta doğru gəlirlər. Bu yana külək başlayıb, deyirəm, yox. Deyəsən, doğru deyirlər, həqiqətən küləkdir. Gəldik, oturduk yemeği yeməyə. Yemeğimizi zapas elədim, oturum yemeği yiyeyim. Hələ də aktivite axtarıq. Görək nə tapırıq. Yemeğimiz gəldi uşaqlar, bizə afiyet olsun. Biz də dirəşmişik ki, külək zad yoxdur. O sırada külək. Ya, haqlıymışlar uşaqlar. Uşaqlar, bildiyiniz kimi vapur alınmadı, amma dedim ki, mütləq bir aktivite eləməliyik. Çünki bugün nələrsə nəsə eləmək istəyirəm. Ona görə gəldik Bundur parka. O tərəf daha çox uşaqlar üçün, amma böyüklər də bilir, bəlkə onlara da bilərik, hələ düşünürəm. Amma bu tərəfdə oyunlar var və hədiyyə qazana bilirsiniz. Bəncə maraqlıdır və hər yaşa da uyğundur. Gəlin getdik biletlərimizi alaq və başlayaq oyunları oynamağa. Biletlərimizi aldım uşaqlar, indi isə keçirək oyunlarımızı oynamağa. Uşaqlar, ilk olaraq Crazy Penguin'dən başlayırıq. Görək nə qazana biləcəyik. Mənim bu oyunda 7 halqa verilir. Və 7 halqanın 2 halqası olur, 3 halqaya bağlıdır. Həqiqə 4 halqa olur. Həqiqə 5 turistə böyük həqiqə qazanılır. Hadi bakalım görək nə edəcək.
Heç də ata bilmədi be. Hə, bu. Birinci oyunda heç də qazana bilmədik. İndi keçirik ikinci oyuna. Bu oyunun adı isə Sehirli Topdur. Görək indi bundan nə qazanacağıq. İnşallah bir provok da olsa axırı udaram da yəni. Çaldırsın ansızlar. Onun da ağzına attık. Ne yaşanmışlar şu an haberim yok demiş. Gözüküyor. Buradan ne getiriyoruz bize? Çok sağ olun. Bunu unuttuk uşaqlar. İndi isə gəldik həqqı ruhqa uşaqlar. İnşallah bu bizə uğur gətirər və bundan sonra qazanmağa başlayarıq. Bir dənə hədiyyə qazanmışıq. Bu da yenə öbürsü kimi halqalardır. Halqaları atıb bu dairələrin içə keçməyə çalışırsan. Çox qəşəng stikdir. Mari. Başlıq indi bunları atmağa. Ne olup peki kasaylığım? Neydi? İsi. Hiç de odanmadı diyelim şu an. Ben bunu okutacağım bugün. Gel. Başla. Geldik böyük işlere. Hələ dedim bir dənə bunu unutmuşuq. Allah'ız bir dəfə bunu da unutmamışdıq. Abi qız mənə hədiyyə elədi. 2 dənəsini atmışdım. Yəni bunu da fake sularla unutmuşam. Hələ heç orijinal heç də oda bilməmişəm. Amma mən keçən səfər dostlarımla gələndə oynayanda udurdum. Heç də göz dəyib yəqin. Heç də oda olmaz. Gəlin bunu oynayaq. O şey neydi? Ne yaptım ben? Burluk. Bakın burluk yakramatlar. Verəndə sənə şey verirlər. 3 tane burluqa bir dənə hədiyyə götürsən. Yo da var elə də. Bu yoxsa bu? Çox sağ ol. Orta hədiyyə. Hadi bir orta hədiyyə kazanaq be. Allah, bu ne bahtsızlık acaba? Çok sağ ol. Biraz böyle kafamızda oturup şöyle geçiyor. Kassoy, ne kadar kassoy ola sanki buradan buraya da atıyor. Aa yok, bu pis diye bu halqa şeyler diametrləri çox bir-birinə şey. Bu atış gəlir aslında. Bir dənə var deməli, mən daxil olsun ki qazanmaq istəyirəm onu. 2 dənə də burluq qazanmışam elə. Görürük, gözüm qalmanda, görək bu kasaylığım tutmasa, görək 5 dənə atacaqsam qazanacaq. Şok, getdi. Qazanacaq. Sonra bezdim oynasam da Allah oynarım. İki tane bu kurmak korkmuşam. Heç nə. Bunları utduq uşaqlar. Ama hayaller hiç. Hayatlar tam Jerry'den hiç bu karakterin adı nədir bilmirəm. Ay uşaqlar, mənə baxın, bu yalancı bulmakdır demiş. Bir de Stitch verdi bana. Allah hakkı. Ha, bu şu da böyle mi? Çok da şey değil ama. Gözüküyorum. Uşaqlar çox enerji gəlir mənə. Bu Stitch
mənə uğur gətirəcək. Bunun böyüyünü də qazana bilərik deyə düşünürəm. Gedirik indi bu bir yenə böyük dişlər olanı görün. Bəlkə o da bunu bayaq normal adam lazım ata bilir. Bəlkə o da gəlin gətirir. Patarkalarımı da yığmışam bura. Baxın, nədə onlar. İndi bu yenə gəldim bura, bəlkə burada 3 topdan 5 üçün də balaca hədiyyə verirlər. Bəlkə o darıq görən ya Allah pissə Allah deyib başlayırıq. Gözün yenə. Üç top ben, 3 top var. 2 ders. İşte neyse bunlar da belə düzdür ki belki bəxtim gətirir, yenə bəxtim gətirir. Uşaqlar, bugünlük bu qədər. Böyük stiç götürənmədi, amma balaca stiçimizi götürdü yasın. 3 dənə burlaq tutduq. Burlaqda da stiç var. Mənim stiç aşkım bitmir də. Bir dənə Tom and Jerry tutduq. Bu karakterin de adını bilməm. Eybi yox. Sizə nə deyib doğrudan soruşdum ki, dedim bəs mən bunları gələn səfər gətirib böyük orada stiç var ki, kocaman. Dedim ona götür, bir də hə, o da bilərsiniz. Görürsünüz, ona görə də bunları heç kimə verməyəcəm, saxlayacağım özümdə. Gələn səfər gəlib onları udacağım inşallah. Artıq bu videonun devamını gözləyin. Hadi getdik evə. Qəşəng maska tarifi verəcəm sizə. Üzü çiçək kimi eləyir. Gedək onu eləyir. Yoruldum bu sələmdə. Uşaqlar, sərdəndir. Kameramanımız şeydir. Oynayıb bundan bir zaman görməyən patarkalanma. Qaqaş sağırdı ki, kameramana da hədiyyə. Kameramanı götürdüyü hədiyyəsi. Bu şeyin publisi versiyası. İşte 4 dənə vurlaqdan və bir dənə stiçlə gedirik evə. Uşaqlar, gəldim evə. Bir tık yorulmuşam. Biraz dincəlim, əynimi falan dəyişim. Sizə mükəmməl bir dənə maska tarifim var. Gedək o maskanı eləyək. Biliniz ki, mənim də əməliyyatdan sonra üzlərim çox bərbad haldadır. Bunu müalicə edirik və onun vlogu da ayrıdır. Müalicə edildiyim ev üsulu çox uyğun qiymətlərə üzümü sizlərin tövsiyələri və özümün araşdırma nəticəsində ev üsulu müalicə etməyə başlamışam. İnşallah yaxşı olar. Səhərdən də uzanmışam, Səs Azərbaycana baxıram. Həqiqətən də Azərbaycanımızda belə səviyyəli bir proqram getdiyi üçün çox xoşbəxtəm. İlk dəfədir ki, mən Azərbaycan kanallarını öz istəyimlə açıb nəyəsə baxıram. Normalda mən Azərbaycan kanalına heç biz baxan deyilik, ailəcə. Bizdə ancaq Türk kanalları, Rus falan yəni. Ümumiyyətlə Azərbaycan kanalları açılmır. Amma yeganə bazar günləri çalışdığım qədər axşamlar mütləq açıb Səs Azərbaycana baxıram. Çox böyük həvəslə izləyirəm. Bayaqdan da ona görə onu izləyirdim deyə vlogu davam etdirə bilmirdim. Çox uyğun qiymətə cəmi 3 manat xərciniz çıxır. 3 manata möhtəşəm bir maska. Tərkibi nədən ibarətdir? Ağ gil tozu apteklərdə satılır. Su, bir də əgər üzünüzdə yağlılıq varsa, gliserin əlavə edə bilərsiniz. 2 çay qaşığı. İndi şey deyəcəm. Əgər deməli normal reseptimiz 2 çay qaşığı deməli bu gil tozu 2 çay qaşığı, su 2 çay qaşığı isə gliserindir. Mənim dərim nə çox yağlı, nə çox quru dəri olduğu üçün gliserini 1 çay qaşığı əlavə edəcəm, amma adi suyu 2 çay qaşığı normal əlavə edib. Ondan sonra üzümüzə tətbiq edirik. Sonra da qurmanı göstərir. Bu qədər. O qiymət 1 manat 70 qəpikdir. Gliserin də qiyməti elə bir şey olacaq. 1 manat 30 qəpik, 1 manat 20 qəpiksə nə qədər idi? İndi bu 1, 2. Azərbaycan o qədər maraqlıydı uşaqlar, inansız, o qədər xoşuma gəlir. Yəni sevərək baxıram və düz əsasən Röyə görə baxıram. Favoritlərim Röyadandır. Formada maskamız biraz daha belə maye formasında olur deyəcəkdim. Biraz suludur nisbətən. Neysə əslində üzümüzə şok edir, amma bu taxtanı deyəsən heç ehtiyac qalmayacaq, amma bunu əlimlə vuracaq. Göz altından uşaqlar uzaq tutun bir dənə maskanı, ifsi yox. Qara nöqtələr üçün ideal bir maskadır bu. Və üzdə olan ləkələri açır. Aparım bunu da derim mamaya vursun üçün. Okey uşaqlar, artıq üzümüz quruyub. Böyle çox rahat danışa bilmirəm. Üzümüzü yığaq, gələk. Uşaqlar, üstümə falan maska elədim, düzdür. Amma sizə bir şey deyim. Yəni marka bir şey deyil, bu deyəsi ki, yalanları iqlab edirsən. Amma burnumun üstünün qaralarını soldurdum. Bir istifadədə. Bilmirəm tam aparıb, amma o tünd qaralıq bilsin necə olub, bozun açıq rengi tonuna gəlib çıxıb. Super. Bugünkü günlük vlogumuz bu qədər idi uşaqlar. Məncə video çox maraqlı, çox əyləncəli bir video oldu. Əgər videonu bəyəndisə kanala abunə olun, video bəyənməyi unutmayın. Sizlərə çox istəyirəm, yaxşı ki varım siz hər biriniz. Digər videoda görüşəndə hadi o zaman. Bye bye.